Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə birlikdə həndəsənin əsas anlayışlarının mövzu izahına başlayırıq. Deməli, ilk olaraq biz sizinlə başlayaq əsas anlayışlardan. Deməli, hansı əsas anlayışlar var? Birinci, ilk əsas anlayışımız nöqtədir. Nöqtə böyük A, B, S və s. hərflərlə işarə olunur. Məsələn, mən burada bir nöqtə qoyub A yazsam, bunun adı olacaq A nöqtəsi. Burada bir nöqtə qoyub B yazsam, olacaq B nöqtəsi. Və ya bir S qoysam, olacaq S nöqtəsi. Deməli, bu oldu bizdə nöqtə ABC hərflərlə işarə olunur və heç bir ölçüsü yoxdur. Bunu da qeyd edək ki, heç bir ölçüsü yoxdur. İndi isə keçək düz xəttə. Düz xətt nədir? Düz xətt sonsuzdur. Sonsuzdur və kiçik hərflərlə işarə olunur. Kiçik hərflərlə işarə olunur. Başqa necə deyə bilərik düz xətt haqqında? Düz xətt hər tərəfə sonsuz uzanır. Hər tərəfə sonsuz uzanır. Nə başlanğıcı var, nə də sonu var. Nə başlanğıcı, nə də sonu var. Necə göstərə bilərik? Nə başlanğıcı var, nə də sonu varsa, onda mən bunu qırıq-qırıq xətlərlə göstərirəm. Kiçik hərflərlə adlandırıram. Bu olacaq, məsələn, A düz xətti. Məsələn, bunu belə adlandırıram. Yazıram bura B olur. B düz xətti. Və s. İstədiyiniz kimi yaza bilərsiniz. Sonra sizinlə danışaq üçüncü olaraq müstəvidən. Müstəvi nədir? Müstəvi hər tərəfə sonsuz uzanan düz səthdir. Deməli, nə oldu? Hər tərəfə sonsuz uzanan düz səthdir. Hər tərəfə sonsuz uzanan düz səth müstəvi adlanır. Müstəviyə necə məsələn göstərə bilərəm? Məsələn, bunu adlandıra bilərəm. Olacaq alfa müstəvisi. Sonra digər tərəfdən bu şəkildə çəkə bilərəm. Məsələn, buna bir beta desəm, adı olacaq beta müstəvisi. Və s. Bunlar oldu müstəvi haqqında məlumat. İndi isə keçirik şua nədir? Şua başlanğıcı olan, başlanğıcı var, amma sonu yoxdur. Başlanğıcı var, amma sonu yoxdur. Yəni, bir tərəfdən məhdud, digər tərəfdən isə sonsuz uzanır. Digər tərəfdən sonsuz uzanır. Deməli, bu nə oldu? Şua oldu. Başlanğıcı var, sonu yoxdur. Bir tərəfdən məhduddur, digər tərəfdən isə sonsuz uzanır. Şuanı necə göstərə bilərəm? Məsələn, buradan başlanğıcı var, sonu yoxdur. Məsələn, mən buna deyəcəm AB şuası. İndi bizim şua ilə əlaqədar düsturlarımız var. Deməli, qayda belədir ki, əgər şua üzərində n sayda nöqtə varsa, elə n sayda da şua var. N sayda şua olacaq. Nə deməkdir bu? Məsələn, bir şua götürürəm, başlanğıcı var, amma sonu yoxdur. Məsələn, mən bu nöqtəni adlandırıram A nöqtəsi. Düzdürmü? Burada neçə dənə şua əmələ gəldi? Bir dənə şua əmələ gəldi. İkinci bir nöqtə götürürəm. Burada da ikinci bir şua əmələ gəldi. Yəni,
bir nöqtə qoyduğun zaman, məsələn, A nöqtəsini qoydum, bir dənə şua əmələ gəldi. Düzdürmü? Bir nöqtə, bir şua. Məsələn, AB nöqtəsini qoydum. Oldu 2 nöqtə, 2 şua. Yəni, neçə dənə nöqtə qoysaz, bir şua üzərində o qədər də şua əmələ gələcək. Sonra, növbəti qeydimiz belədir ki, əgər düz xət üzərində n sayda nöqtə varsa, bu zaman 2n sayda şua əmələ gələcək. Nə deməkdir bu? Düz xət üzərində əgər n sayda nöqtə varsa, 2n sayda şua var. Məsələn, mən öz düz xəttimi çəkirəm. Mən onun üzərində məsələn bir A nöqtəsi götürdüyüm zaman, buradan bu tərəfə, yəni sağa doğru bir şua əmələ gəldi. Sola doğru da bir şua əmələ gəldi. Yəni bir nöqtə qoyduğumuz zaman bizdə 2 dənə şua əmələ gəldi. Niyə? Çünki şuanın başlanğıcı var, amma sonu yoxdur. Bir tərəfdən məhdud, digər tərəfdən sonsuz uzanır. Bax, burada məhdudlaşdırdıq, buradan sonsuz uzandı. Burada bir dənə şua əmələ gəldi. Eyni qayda ilə buradan məhdudlandırdıq, düzdürmü? Amma buradan sonsuz uzandı. Burada da bir şua əmələ gəldi. Deməli, düz xət üzərində əgər n sayda nöqtə varsa, 2n sayda da şua olacaq. Yəni, əgər bir nöqtə qoysaz, bir nöqtə olsa, 2 dənə şua əmələ gəlir. 2 dənə nöqtə olsa, 4 dənə şua əmələ gələcək. 3 dənə nöqtə olsa, 6 şua əmələ gələcək. Yəni, budur qaydası. Məsələn, belə göstərək də, məsələn, 2 dənə nöqtə qoydum. Məsələn, A nöqtəsinin şuasını bildik. Düzdürmü? 2 dənə şua əmələ gətirdi. B nöqtəsi də eyni qayda ilə buradan bu tərəfə bir şua əmələ gəldi. Buradan digər tərəfə də bir şua əmələ gəldi. Yəni, 2 nöqtə qoyduq, 4 dənə şua əmələ gəldi. İndi isə kəsişən düz xətlər üzərində necə olacaq? Əgər 2 dənə kəsişən düz xət verilibsə mənə, məsələn, 2 dənə kəsişən düz xət verilib. Düz xət nədir? Yəni, hər tərəfə sonsuz uzanır. Məsələn, bunun sonsuz uzanmasını göstərək. Bu bizə deyir ki, 2 kəsişən düz xət üzərində əgər n sayda nöqtə varsa, bu zaman 2 vurulsun n plus 1 sayda şua var. Nə deməkdir bu? Yəni, əgər sən bu 2 dənə kəsişən düz xət üzərində bir dənə nöqtə götürdün, A nöqtəsi, düzdür? Səndə buradan buraya qədər bir dənə şuadır. Buradan buraya qədər bir şuadır. Buradan buraya qədər bir şua. Buradan da buraya qədər bir şuadır. Yəni, bu sənə deyir ki, əgər bir nöqtə qoysan, 4 dənə şuan olacaq. İndi gələk, burada n-in yerinə 1 qoyaq. N-ə 1 desək, olur 2 vurulsun 1 plus 1. Yəni, 2 vurulsun 2 bərabərdir 4. Yəni, bir nöqtədən 4 şua alınmasını həm düz tur formasında göstərə bilərik, həm də belə şəkil üzərində də göstərmək olar. İndi isə keçirik, parça nədir? Parça. Hər iki tərəfdən məhdud olan, düz xət hissəsidir. Deməli, hər iki tərəfdən məhdud düz xət hissəsidir. Yəni, mən bir düz xət çəkirəm, düzdürmü? Bunun içərisindən mən hər iki tərəfdən məhdudlaşdırdığım bir hissə götürürəm. Məsələn, bu hissəni götürdüm. Bu hissəni götürüb qoydum kənara. Oldu məndə AB. Bu aldığım, məhdudlaşdırdığım hissə AB parçasıdır. Yəni, başlanğıcı da var, sonu da var. Hər iki tərəfdən məhdud düz xət hissəsinə parça deyilir. İndi isə şua ilə bağlı düsturlarımızı dedik. İndi isə parça ilə bağlı düsturlarımız var. Düsturlardan birincisi budur ki, əgər düz xət üzərində n sayda nöqtə varsa, n sayda nöqtə
varsa o zaman n beraberdir n vurulsun n minus 1 bölünsün 2 sayda parça əmələ gəlir. Parça əmələ gəlir. Məsələn, deyir ki, mənə düz xət üzərində, bir nümunə yazaq buna aid. Deyir ki, mənə düz xət üzərində əgər 5 nöqtə varsa, neçə parça var? Düz xət üzərində 5 nöqtə varsa, neçə parça var deyir sənə. Deməli, bizdə burada n-in qiyməti 5-dir. N bərabərdir. N vurulsun n minus 1 böl 2-də n-in yerinə 5 qoyuram. 5 vurulsun 5 çıxılsın 1 bölünsün 2. 5 vurulsun 4 böl 2. Yəni 10 dənə parça əmələ gələcək. Sonra növbəti qeydimiz. Növbəti qeydimiz belədir ki, əgər AB parçası 2 müxtəlif hissəyə bölünərsə, AB parçası 2 müxtəlif hissəyə bölünərsə, bu zaman kənar hissələrin orta nöqtələri arasındakı məsafəni səndən istəyir. Necə hesablanacaq? Bunu 2 dənə yolla göstərəcəm. Biri düstur yolu ilə, bir də düstursuz yoldur. Deməli, AB parçası deyir, düzdürmü? Bir dənə buradan parça çəkirəm. Bu mənim AB parçam. Nədir? 2 müxtəlif hissəyə bölünür. Məsələn, burada bir S nöqtəsi götürürəm. Mənə deyir ki, burada kənar hissələrin, bu hissələrin orta nöqtəsi. Orta nöqtə nədir? Yəni, tərəfin ortasını göstərən nöqtədən. Yəni, bu orta nöqtəni burada göstərdiyimiz zaman bu hissələr nə olur? 2 bərabər hissəyə ayrılır. İndi bu nöqtədən bu nöqtəyə qədər olan məsafəni səndən istəyir. Düzdürmü? Bu nöqtədən buraya kimi olan məsafəni istəyir səndən. Bunun tapılması yolu x bərabərdir. AB parçasını 2-yə bölməklə bu kənar hissələrin orta nöqtələri arasındakı məsafəni almış olacaqsınız. Yaxşı, bəs bunu misal üzərində necə tətbiq etmək olar? Məsələn, deyirəm ki, AB parçası ən asan nümunə ilə göstərirəm. AB parçası 4 cm və 6 cm-lik hissələrə bölünüb. Mənə deyir ki, buradan kənar hissələrin orta nöqtələri arasındakı məsafə. Orta nöqtələri arasındakı məsafəni səndən istəyir. Düzdürmü? İndi mən bunu bir dənə düstur yolu ilə yazacağam. Bir də düstursuz yolla yazacağım. Birinci yolumuz elə düsturla başlayaq. Düsturu necə tətbiq edək ona baxaq. Bu mənim AB parçam. 4 cm və 6 cm-lik hissələrə ayrılıb. Düzdürmü? Yəni ümumilikdə AB parçamın uzunluğu 10 cm-dir. İndi məndə bu kənar hissələrin orta nöqtələri arasındakı məsafə, yəni bu nöqtədən buraya qədər olan məsafəni məndən istəyir. Biz demişdik ki, bu məsafə AB-nin yarısına bərabərdir. Yəni 10 bölünsün 2 bərabərdir 5. İkinci halda düstursuz necə biz bunu tətbiq edə bilərik? Düstursuz yol odur ki, sənin AB parçan 4 və 6 cm-lik hissələrə ayrılıb. Yəni 4-ün yarısı 2-2-dir, 6-nın yarısı da 3 və 3-dür. Kənar hissələrin orta nöqtəsi arasındakı məsafə deyirsə, buradan buraya qədər olan məsafəni sizdən istəyir. Yəni bu ştrixlədiyim hissə kənar hissələrin orta nöqtələri arasındakı məsafədir. Bu birinci yol. İkinci yoldakı sadəcə bunları toplayırıq. 2 plus 3 bərabərdir 5. Yəni hər iki yolu göstərdi. İndi hansı yol sizə rahatdırsa ondan gedə bilərsiniz. İndi mən rəqəmləri sadə götürmüşəm. Sizə misallarda başqa rəqəmlər verə bilər. Ona uyğun olaraq istədiyiniz yolu götürə bilərsiniz. Sonra növbəti qeydimiz belədir ki, AB parçası n bərabər hissəyə bölünüb. AB parçası n bərabər hissəyə bölünüb.
Demir neçə bərabər hissə? N dənə bərabər. 20 ola bilər, 30 ola bilər, 40 ola bilər. Yəni biz bilmirik onu. Mənə deyir ki, buradan M-inci və K-nıncı hissələrin orta nöqtələri arasındakı məsafəni deyir ki, tap. M-inci və K-nıncı hissələrin orta nöqtələri arasındakı məsafə. İndi baxırıq ki, burada bu mənim AB parçamdır. Düzdürmü? AB parçası n dənə bərabər hissəyə bölünüb deyirsə, yəni buradan hissələrə bölürəm. Düzdürmü? Böldüm bunu hissələrə. N dənə bərabər hissəyə bölünür. Məndən M-inci və K-nıncı hissələrin orta nöqtələri arasındakı məsafəni istəyirsə, məsələn, mən buradan götürürəm ki, buradakı mənim M-inci hissəmdir, burada mənim K-nıncı hissəmdir. Buradan buraya qədər olan məsafəni məndən istəyirsə, x bərabərdir. AB parçasını n-ə bölürük, vururuq, m çıxılsın k-ya. Necə nümunə buna gətirə bilərik? Məsələn, deyirəm ki, bir də nümunə yazaq buna aid. AB parçası 30 bərabər hissəyə bölünüb. Siz götürüb burada bir-bir hesablayan deyilsiniz. Yəni vaxtınız gedəcək. 30 bərabər hissəyə bölünüb. Sonra deyir ki, AB bərabərdir 120 olarsa, sənə deyir ki, tutaq ki, 15-ci və 25-ci hissələrin orta nöqtələri arasındakı məsafə. Orta nöqtələri arasındakı məsafəni səndən istəyir. Deməli, necə eləyəcək burada? Düz turumuz belədir ki, x bərabərdir AB parçasını bölürük n-ə, vururuq, m çıxılsın k-ya. Yəni, AB parçanın uzunluğu 120-dir. 120-ni bölürük. Neçə bərabər hissəyə bölünüb? 30 bərabər hissəyə bölünüb. Düzdürmü? Bölürük 30-a, vururuq. Hansı hissələr arasındakı məsafəni istəyir? 15 və 25, yəni 25-dən 15-i çıxırıq. Onlar gedir. 12 3-ə bölünür 4 dəfə. 25-dən də 15 çıxanda mənə 10 verir. Yəni 4 dəfə 10, 40. 15-ci və 25-ci hissələrin orta nöqtələri arasındakı məsafəmiz 40 santimetrə bərabər oldu. Bu da oldu bizdə. Yəni buna aid tipdə suallar var. Ona görə bu nümunəni istədim ki, xüsusilə deyim. Ümid edirəm ki, buraya qədər aydındır. İndi isə keçirik 3-cü. 3-cü hissəmizdə belə deyir ki, 3-cüdür. Bilmirəm. Qeyd eləməmişəm. Nəysə, ulduz yazırıq bura. İndi mənə deyir ki, AB parçası 3 müxtəlif hissəyə bölünüb. Deyir ki, AB parçası 3 müxtəlif hissəyə bölünüb. Mənə deyir ki, buradan birinci və ikinci hissələrin orta nöqtələri arasındakı məsafə. Deməli, birinci və ikinci hissələr orta nöqtələri arasındakı məsafəni səndən istəyirsə, sənin AB parçan 3 dənə müxtəlif hissəyə bölünüb. Birinci hissə ilə ikinci hissənin orta nöqtəsi arasındakı məsafəyə x deyirəm. Bunun tapılma qaydası belədir ki, ümumi AB parçasından boşda qalan bu BD hissəsini çıxırıq. Bu BD hissəsini çıxırıq. Bölürük bunu 2-yə. Və biz buradan kənar hissələrin orta nöqtələri arasındakı məsafəni almış oluruq. Və ya elə bu necə başqa cür hesablaya bilərsiniz? Bu verilən parçanı orta nöqtə deyirsə, yəni bərabər hissə deməkdir. 2 yerə ayırırsınız. Buradan da eyni qayda ilə 2 bərabər hissəyə ayırdıq. Sonra bu qalan hissələri toplayırıq. Yəni bu qayda ilə də eləyə bilərsiniz. Eyni şey olur. Sonra 3-cü qeydimiz belədir ki, AB parçası deyirəm ki, yenə də 3 müxtəlif hissəyə bölünüb. 3 müxtəlif hissəyə bölünüb. Düzdür? AB parçası 3 müxtəlif hissəyə bölünüb deyir. Bu səfər deyir ki, birinci və
üçüncü hissələrin, birinci və üçüncü hissələrin orta nöqtələri arasındakı məsafə. Orta nöqtələri arasındakı məsafəni səndən istəyir. İndi baxaq görək ki, biz buradan nə edə bilərik? Bu sənin AB parçan 3 müxtəlif hissəyə bölünüb. Birinci və üçüncü hissələrin orta nöqtəsidirsə, buradan buraya kimi olan məsafəni sizdən istəyir. Yəni, bunların orta nöqtəsi arasındakı məsafə. Yaxşı, bəs biz bunu necə tapacağıq? X bərabərdir. AB parçası ilə bu ortada qalan CD parçasını toplayırıq, bölürük 2-yə. Və yaxud da A-dan D-yə qədər olan hissə ilə C-dən B-yə qədər olan hissəni toplayıb 2-yə bölürük və biz birinci və üçüncü hissələrin orta nöqtələri arasındakı məsafəni almış oluruq. İndi buna aid nümunə göstərək. Yəni, qaralıq qala bilərsə. Məsələn, deyirəm ki, birinci məsələn göstərək, buna aid nümunə göstərək. Birinci və ikinci hissələrin orta nöqtələri arasındakı məsafəyə nümunə göstərək. Deyirəm ki, AB parçası deyirəm ki, 4, 6 və 10 santimetrlik hissələrə ayrılıb. Düzdür? Hissələrə ayrılıb. Mən deyirəm ki, birinci və ikinci hissələrin orta nöqtələri arasındakı məsafə. Orta nöqtələri arasındakı məsafəni səndən istəyir. İndi AB parçamızı çəkək. AB. 4, 6 və 10 santimetrlik hissələr dediyinə görə mən bunu belə bölüşdürdüm. İndi biz dedik ki, birinci hissə ilə ikinci hissənin orta nöqtəsi arasındakı məsafəni istəyir. Ümumi AB parçamız bizdə 4, o da 6, 10, o da 10 eləyir 20. 20 santimetrdir. Biz demişdik ki, ümumi AB parçasından bu boşda qalan hissəni çıxırıq. Cavab bölürük 2 alırıq. Yəni AB çıxılsın. Buna adlandıraq C və D kimi. DB bölünsün 2-yə. Yəni 20 çıx 10 böl 2. O da edir 10 bölünsün 2 bərabərdir 5. Bu oldu düstur yolu. Düstursuz necə eləyə bilərik bəs? Bu parçanın ümumi uzunluğu 4-dürsə 2 bölünəcək. Ümumi uzunluğu 6-dırsa 3 bölünəcək. Onda burada bu kənar hissələrin orta nöqtələri arasındakı məsafə x bərabərdir 2 plus 3-dən 5 almış olduq. Yəni, nəticə etibarı ilə hər ikisində eyni cavabı aldıq. Sonra keçirik ikinci. İndi isə deyirik birinci və üçüncü hissələrin orta nöqtələri arasındakı məsafə. Şərt eynidir. Yəni, onu təkrar yazmıram. Məsələn, yenə deyirəm ki, AB parçası 4, 6 və 10 santimetrlik hissələrə bölünüb. 4, 6, 10. Yenə də birinci və üçüncü hissələrin orta nöqtələri arasındakı məsafəni istəyir. Yəni, buradan buraya qədər olan məsafəni məndən istəyir. Dedik ki, biz burada cavabı tapmaq üçün ümumi AB parçası ilə ortada qalan CD parçasını toplayıb 2-yə bölürdük. Yəni, bu ümumi AB parçamız bizdə 20 cm idi. 20 cm-dən 6 cm toplayacaq, böləcək 2-yə. Yəni, 26 bölünsün 2 bərabərdir 13. Bu oldu sənin düstur yolun. Yaxşı, bəs düstursuz tətbiq etsək necə olacaq? 4 cm-dirsə 2 bölünəcək, 10 cm-dirsə 5 bölünəcək. Bu hissələrin orta nöqtələri arasındakı məsafə buradan buraya qədərdir. Yəni, burada nə qalıbsa toplayacaqsan. Deməli, düstursuz yol necə olacaq? X bərabərdir 2 plus 6 plus 5. Yəni də 13. Yəni, nəticə etibarı ilə hər ikisindəki cavab da eyni oldu. İndi isə keçirik. Parça ilə bağlı bu qədər. İndi isə keçirik bucaq və onun növləri. Bucaq və onun növləri. Deməli, nələr var bucaqlarda? Birinci bucaq nədir? Ondan danışaq.
Bir nöqtə və bu nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi fiqurdur. Deməli, nöqtə və bu nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi, belə deyək, fiqur, bucaq adlanır. Fiqura belə deyək, bucaq deyilir. Məsələn, bir nöqtə götürürəm. Buradan bu tərəfə bir şüa keçirdim. Buradan da bu tərəfə bir şüa keçirdim və burada əmələ gələn hissə bucaq adlanır. Deməli, burada bucağın indi növlərindən danışaq. Deməli, bucağın aşağıdakı növləri var. Birinci adlanır bizdə iti bucaq. Deməli, iti bucaq 0 dərəcə və 90 dərəcə aralığında olan bucaq adlanır iti bucaq. Yəni, bizim alfa 1 dərəcə ola bilər, 2 dərəcə ola bilər, 3 dərəcə ola bilər, 4 dərəcə ola bilər, ta 89 dərəcəyə kimi gedə bilər. Yəni, bizim iti bucağımız 0 və 90 dərəcə aralığındadır. Bəs şəklini çəksək necə çəkəcəyik? Ümumi olaraq iti bucağı bu qayda ilə göstərmək olar. Alfa iti bucaqdır. İkinci bucağımız adlanır düz bucaq. Deməli, düz bucaq isə 90 dərəcədir. Alfa bərabərdir 90 dərəcə olan bucaq düz bucaq adlanır. Düz bucağı mən bu qayda ilə göstərirəm. Bu 90 dərəcənin işarəsidir, yəni perpendikulyarın işarəsidir. Alfa bərabərdir 90 dərəcə. Sonra üçüncü bucağımız adlanır kör bucaq. Alfa kör bucaq. Yaxşı, bəs bu kör bucaq hansı dərəcə aralığındadır? 90 dərəcədən böyük, amma 180 dərəcədən kiçik olan bütün bucaqlar kör bucaqdır. Yəni, alfa bərabərdir 91 ola bilər, 92 ola bilər, 93 ola bilər, ta 179 dərəcəyə kimi bunların hamısı kör bucağa aiddir. Sonra dördüncü gəlir açıq bucaq. Uşaqlar, açıq bucaq 180 dərəcəyə bərabər olan bucaqdır. Açıq bucaq 180 dərəcədir. Mən onu çəksəm əgər, bu mənim açıq bucağım olacaq. Alfa bərabərdir 180 dərəcə. Beşinci bucağımız adlanır tam bucaq. Tam bucaq alfa bərabərdir 360 dərəcə olan bucaqdır. Bəs onun şəklini necə təsvir edəcək? Buradan buraya qədər olan bucaq. Niyə? Məsələn, tutaq ki, bu buraya qədər açıldı, düzdürmü? Oldu 180 dərəcə. Yenə bu buradan dövr etsə, bax, buradan fırlanıb gəlsə, nə olacaq? Bax, buradan başlayır, hesab eləyin ki. Bucaq buradan başlayır, yenə gəlir bura. Yəni, bu axır burada dövr edir, yenə gəlir burada bitir. Yəni, tam bucağın 360 dərəcə olduğu buradan əmələ gəlir. Yəni, yuxarıda 180 varsa, aşağıda da 180 var. Birləşdiyi zaman 360 dərəcə olur. Bucaq haqqında bu qədər. İndi isə keçək tənbölənə. Tənbölən nədir? Bucağın təpə nöqtəsindən çıxır və bucağı yarıya bölür. Çıxır və bucağı yarıya bölür. Buna deyilir tənbölən. Yarı nə deməkdir? Yəni, 2 bərabər hissəyə bölür. Məsələn, mən buradan bu bucağı belə çəksəm, A, O, B adlandırsam. Bucağın adlandırılması qaydası da uşaqlar. Buradan birincidən başlayırıq. A, O, B bucağı. Bu qayda ilə gedirik. Məsələn, mən bu bucağın təpəsindən bir şüa keçirirəm. Burada alınan alfa, bura alfa olarsa, bu tərəfdə alfa olacaq. Yəni, bucaq AOC bərabərdir bucaq COB-yə. AOC haradır? AOC. Bu bizim AOC hissəmiz. COB hissəsi də COB. Bu da bizim COB hissəmiz.
Yəni bunlar bir-birinə bərabərdir. Yəni mən əgər bura 40 dərəcə desəm, avtomatik burada 40 dərəcə olacaq. Və ya başqa formada desək, məsələn, bura 30 dərəcə desəm, burada 30 dərəcə olacaq. Və s. Yəni tənbölən bucağı 2 dənə bərabər hissəyə bölmüş oldu. İndi isə danışırıq qonşu bucaqlardan. Qonşu bucaqlar. Deməli, qonşu bucaqlar nədir? Qonşu bucaqlar bir tərəfi ortaqdır. Necə olur? Bir tərəfi ortaq, digər tərəfi tamamlayıcı yarımdüz xətlər əmələ gətirən tamamlayıcı yarımdüz xətlər əmələ gətirən iki bucaq. Qonşu bucaqlar adlanır. Qonşu bucaqlar adlanır. İndi deyəcəksiniz ki, müəllim, tamamlayıcı yarımdüz xətt nə deməkdir? Deməli, tamamlayıcı yarımdüz xətt odur ki, bunu birinci qeyd eləyək burada. Tamamlayıcı yarımdüz xəttlər ortaq başlanğıclı iki şüanın birləşməsidir. Deməli, ortaq başlanğıclı iki şüanın birləşməsidir ki, buna deyilir tamamlayıcı yarımdüz xəttlər. Nə deməkdir ortaq başlanğıclı iki şüa? Məsələn, mən buradan bura bir şüa çəkdim. Bir tərəfdən məhdud, digər tərəfdən sonsuz uzanır. Buradan bu tərəfə də bir şüa çəkdim. Yəni, bir tərəfdən məhdudu, digər tərəfdən sonsuz uzanır. Belə deyək, mən bunları belə birləşdirsəm, burada alınan və burada alınan düz xətt adlanır tamamlayıcı yarımdüz xətt. Yəni, iki şüanın birləşməsi tamamlayıcı yarımdüz xəttdir. İndi qonşu bucaqlara keçid eləyək. Qonşu bucaqlar dedik ki, nədir? Bir tərəfi ortaqdır, amma digər tərəfi isə tamamlayıcı yarımdüz xəttlər əmələ gətirən iki bucaq. Yaxşı, bu tamamlayıcı yarımdüz xəttləri bildik ki, iki dənə şüanın birləşməsidir. Bucağı da bildik ki, iki şüanın birləşməsidir. Onda mən tutaq ki, bir bucağı belə çəkirəm. Bu mənim bir bucağım. Bir dənə bucağı da bu qayda ilə çəkirəm. Düzdür? İndi bunlar birləşdiyi zaman, bunları mən birləşdirdim. Görürsünüz buranı. Bunu birləşdirəndə məndə burada belə bir fiqur əmələ gəlir. Bax, burada belə bir fiqur əmələ gəldi. Yəni, bu tərəfi necədir qaydada? Bir tərəfi ortaq. Bunları birləşdirdik. Bunların bir tərəfi oldu ortaq. Düzdürmü? Digər tərəflər, yəni aşağıda qalan tərəfləri nəzərdə tutur. Digər tərəflər isə tamamlayıcı yarımdüz xəttlər əmələ gətirir. Yəni, bunlar şüa olduğuna görə birləşdiyi zaman onsuz tamamlayıcı yarımdüz xəttlər əmələ gəlir. Ona görə deyirlər ki, bir tərəfi ortaq, digər tərəfi isə tamamlayıcı yarımdüz xəttlər əmələ gətirən iki bucağa qonşu bucaqlar deyilir. Qonşu bucaqlardan birinə alfa, birinə beta desəm, qonşu bucaqların cəmi 180 dərəcədir. Yəni, alfa plus beta bərabərdir 180 dərəcə olacaq. Buna aid misala baxaq. Məsələn, deyirəm ki, qonşu bucaqlar deyirəm ki, 4/5 nisbətindədir. Düzdürmü? 4/5 nisbətindədir. Deyir ki, bunları tap. Aha. İndi mən bunları tapmaq üçün nə edirəm? Baxıram ki, mən bilirəm ki, qonşu bucaqların cəmi 180 dərəcədir. 4/5 nisbəti nə deməkdir? Yəni, sənin birinci bucağın olur 4K, ikinci bucağın olur 5K. Düzdür? Cəmi 180 dərəcə olduğuna görə mən yazıram ki, 4K plus 5K bərabərdir 180 dərəcə. 4K da 5K eləyir 9K. 9K bərabərdir 180 dərəcədirsə, K bərabərdir 180 bölünsün 9-a, K da bərabərdir 20. Mənim tapdıq cavabımız 20-dir. Xeyr, biz hələ K-nı tapmışıq. Bizim birinci bucağımız 4K olduğuna görə
Mən burada yerinə qoysam, birinci bucaq olacaq 4 vur 20-dən 80. İkinci bucağımız 5 vur k deməkdir. Yəni 5 vur 20-dən 100 dərəcə olmuş olacaq. Yəni bu tip misallarda qarşınıza çıxa bilər. Sonra nə deyə bilərik uşaqlar? Qonşu bucaqların cəmi 180 dərəcə olduğuna görə qonşu bucaqların tənbölənləri arasındakı bucaq 90 dərəcə olacaq. Deməli, nə olacaq? Qonşu bucaqların tənbölənləri arasındakı bucaq 90 dərəcədir. Necə olur o? İndi mən buradan qonşu bucağımı çəkdim. Düzdürmü? Bu mənim qonşu bucaqlarım. Bura alfa dedim, bura beta dedim. İndi bunun tənbölənləri deyirsə, mən buradan bir tənbölən çıxartdım. Buradan da bir tənbölən çıxartdım. İndi bu tənbölən bucağı 2 bərabər hissəyə ayırdığına görə mən bu alfaları buradan silirəm. Əgər tənbölən bucağı 2 bərabər hissəyə bölürsə, bura düşür alfa bölü 2 və alfa bölü 2. Bura beta idi. Bura yazıram beta bölü 2, beta bölü 2. Əgər alfa üstəgəl beta bərabərdir 180 dərəcədirsə, düzdürmü? Mən bunu tərəf-tərəfə 2-yə bölürəm. Alıram ki, alfa bölü 2 üstəgəl beta bölü 2 bərabərdir 180 bölü 2. Yəni alfa bölü 2 üstəgəl beta bölü 2 bərabərdir 90 dərəcə olduğunu alıram ki, alfa bölü 2 və beta bölü 2-nin hissəsi bax bu hissədir. Yəni tənbölənləri arasındakı bucağın 90 dərəcə olduğunu buradan almış olduq. İndi isə baxırıq qarşılıqlı bucaqlara. Deməli, qarşılıqlı bucaqlar nədir? Qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar nədir uşaqlar? Qayda belədir ki, birinin tərəfləri digərinin tərəflərinin tamamlayıcı yarımdüz xətləridir. Digərinin tərəflərinin tamamlayıcı yarımdüz xətləri olan iki bucaq. Tamamlayıcı yarımdüz xətləri olan iki bucağa qarşılıqlı bucaqlar deyilir. Qarşılıqlı bucaqlar deyilir. İndi cümləni başa düşmədiyinizi hiss edirəm. Birinin tərəfləri digərinin tərəflərinin tamamlayıcı yarımdüz xətləri nədir? İndi biz yadımıza salaq ki, tamamlayıcı yarımdüz xət nə idi? Yəni, ortaq başlanğıclı iki şüanın birləşməsindən əmələ gələn fiqur bizdə adlanırdı tamamlayıcı yarımdüz xətlər. Düzdürmü? İndi bu birinin tərəfləri digərinin tərəflərinin tamamlayıcı yarımdüz xətləri olan iki bucaq nə deməkdir? Məsələn, mən bir bucağımı belə çəkirəm. Bu olsun mənim bir bucağım. Bu da olsun mənim digər bucağım. Düzdür? Mən bunları birləşdirdiyim zaman bucaq iki şüanın birləşməsidir. Düzdür? İndi mən buradan bura baxıram ki, bu bucağın bu hissəsi ilə digər bucağın digər hissəsi bir-birlə tamamlayıcı yarımdüz xətlər əmələ gətirib. Düzdürmü? Yəni bu hissə ilə bu hissə bir-birlə tamamlayıcı yarımdüz xətlər əmələ gətirib. Eyni qayda ilə digər bucağın, məsələn, bu hissəsi ilə o biri bucağın digər hissəsi də bir-birlə tamamlayıcı yarımdüz xətlər əmələ gətirib. Yəni birləşdirdiyi zaman ortaq başlanğıclı iki şüanın birləşməsi olduğuna görə deyirlər ki, birinin tərəfləri digərinin tərəfləri ilə tamamlayıcı yarımdüz xətlər olan iki bucağa qarşılıqlı bucaqlar deyilir. Və qarşılıqlı bucaqların qaydası nədir? Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Yəni necə olur? Əgər bura bir alfa desəm, bura bir beta desəm, gamma desəm, burada bir fi desəm. Alfa və beta, gamma və fi bizdə qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlardır. Və qarşılıqlı bucaqlar arasındakı əlaqə odur ki, bir-birinə bərabərdir. Alfa bərabərdir betaya, gamma da bərabərdir fiyə.
Yəni bura 40 dərəcə olsa, avtomatik burada 40 dərəcə olacaq. Bura 60 dərəcə olsa, burada 60 dərəcə olacaq. Uşaqlar, indi alfa ilə beta, qamma ilə fi qarşılıqlı bucaqlardır. Həmçinin qamma ilə alfa qonşu bucaqlardır. Baxın, burada qonşu bucaqlar əmələ gəlib. Eyni qayda ilə beta ilə fi də qonşu bucaqlardır. Alfa ilə fi qonşu bucaqlardır. Qamma ilə beta qonşu bucaqlardır. Yəni buradan bunu da biz tapa bilərik. Sonra biz nə deyə bilərik başqa? Qarşılıqlı bucaqların tənbələnləri arasındakı bucaq 180 dərəcədir. Qarşılıqlı bucaqların tənbələnləri arasındakı bucaq 180 dərəcədir. Yəni nə deməkdir bu? Mən 2 dənə qarşılıqlı bucaqları çəkdim. Bura alfadırsa, məsələn, bura betadır. Qarşılıqlı bucaqlarımız alfa və betadır. Mən bunun tənbölənini çəksəm buradan, tənbölən bucağı yarıya bölür. Onlar arasındakı bucaq hardan haradır? Bu nöqtədən tutmuş, bu nöqtəyə kimi. Bir açıq bucaq əmələ gətirdiyinə görə, açıq bucağımız da 180 dərəcə olur. Yəni, tənbölənlər arasındakı bucaq deyirsə, buradan digər tərəfə qədər xəttimizi çəkirik. Əyri xəttimizi çəkdik. Bu oldu bizdə qarşılıqlı bucaqlar. İndi isə danışaq sizinlə tamamlayıcı bucaqlar nədir? Tamamlayıcı bucaqlar. Deməli, tamamlayıcı bucaqlar odur ki, bir tərəfi ortaq, digər tərəfi isə düz bucaq əmələ gətirən iki bucağa tamamlayıcı bucaqlar deyilir. Bir tərəfi ortaq, digər tərəfi isə düz bucaq əmələ gətirən iki bucağa tamamlayıcı bucaqlar deyilir. Nə deməkdir bu? Bir tərəfi ortaq. Məsələn, mən bir dənə bucağımı bu qayda ilə çəkirəm, digər bucağımı da belə çəkirəm. İndi bu bir tərəfi ortaq söhbətini qonşu bucaqlardan bildik ki, yəni mən bu tərəfləri birləşdirirəm. Düzdür? Digər tərəfləri hansıdır? Yəni bu tərəflə və bu tərəf və bu tərəf. Birləşəndə bir 90 dərəcə, yəni düz bucaq əmələ gətirməlidir. Onda mən buradan bucağımı çəksəm, düzdürmü? Burada məndə bir 90 dərəcəlik bucaq əmələ gələcək və bu da onların ortaq olan tərəfi. Ortaq tərəfdir. Bura alfa deyirəm, beta deyirəm. Düz bucaq əmələ gətirdiyinə görə biz deyirik ki, tamamlayıcı bucaqların cəmi 90 dərəcədir. Tamamlayıcı bucaqların cəmi 90 dərəcədir. Yəni alfa üstəgəl beta bərabərdir 90 dərəcə olmuş olacaq. Onda cəmi 90 dərəcə olduğuna görə bunların tənbələnləri arasındakı bucaq da 45 dərəcə olacaq. 45 dərəcədir. İndi isə nəyə baxırıq? Buna aid bir dənə nümunə deyək. Deyirəm ki, tamamlayıcı bucaqların, məsələn, tamamlayıcı bucaqların fərqi 20 dərəcə olarsa, bunlardan böyüyünü tap. Böyüyünü tap deyir sənə. Düzdür? Böyüyünü tap. Nə deməkdir bu? Tamamlayıcı bucaqlar demişik ki, cəmi 90 dərəcədir. Yəni, alfa üstəgəl beta bərabərdir 90 dərəcə yazıram. Həmçinin bunların fərqini deyir ki, 20 dərəcədir. Fərq nə deməkdir? Yəni, çıxma. Yazıram, alfa çıx beta bərabərdir 20. Sistemi alıram və tərəf-tərəfə toplayıram. Tərəf-tərəfə toplayan zaman beta ilə mənfi beta gedir.
Alfa o da alfa eləyir 2 alfa. 90 o da 20 eləyir 110. Alfa da bərabərdir 110 bölünsün 2-yə. Alfa bərabərdir 55 dərəcə. Digərini tapmaq üçün mən bilirəm ki, bunların cəmi 90 dərəcə eləyir. 55 dərəcə üstəgəl beta bərabərdir 90 dərəcəyə. Beta da bərabərdir 90 minus 55 dərəcə. Beta bərabərdir 35 dərəcə eləyəcək. Məndən böyüyünü istədiyinə görə mən birini 35, digərini 55 almışdım. Onda böyük bucağım 55 dərəcə olacaq. Tamamlayıcı bucaqlar haqqında da bu qədər. İndi isə danışaq sizinlə paralel düz xətlər. Paralel düz xətlər nədir? Müstəvi üzərində kəsişməyən iki düz xəttə paralel düz xətlər deyilir. Paralel düz xətlər deyilir. Yəni bir-biri ilə belə deyək, heç bir ortaq nöqtəsi olmayan düz xətlər. Bir-biri ilə heç bir ortaq nöqtəsi yoxdur. Aydındırmı? Yəni bunlara deyilir paralel düz xətlər. Paralel düz xətləri mən bu qayda ilə göstərə bilərəm. Bura A deyirəm, bura B deyirəm. Paralelliyi A paraleldir B, yəni bu şəkildə də göstərmək olar. Deməli, paralel düz xətlər haqqında bəzi qeydlər var ki, düz xət xaricindəki bir nöqtədən bu düz xəttə yalnız bir paralel düz xət çəkmək olar. Nə deməkdir bu? Hər hansı bir düz xət götürürəm. Bu düz xət xaricində hər hansı bir nöqtə götürürəm. Bu nöqtədən bu düz xəttə yalnız və yalnız bir paralel düz xət çəkə bilərsən. Yəni başqa ikinci bir düz xət çəkdiyin zaman artıq bu aşağıdakı məsələn A düz xətti deyək. Bundan paralel olmayacaq. Ona görə də qayda belədir ki, düz xət xaricindəki bir nöqtədən bu düz xəttə yalnız bir paralel düz xət çəkmək olar. İndi isə baxırıq perpendikulyar düz xətlərə. Perpendikulyar düz xətlər nədir? Adı üstündə perpendikulyarlıq nə deməkdir? Yəni 90 dərəcə. Onda biz qaydanı belə deyəcəyik ki, perpendikulyar düz xətlərə perpendikulyar düz xətlər 90 dərəcə altında kəsişən düz xətlərə 90 dərəcə altında kəsişən iki düz xəttə perpendikulyar düz xətlər deyilir. Deməli, 90 dərəcə altında kəsişən iki düz xəttə perpendikulyar düz xətlər deyilir. Məsələn, mən buradan bura bir düz xət çəkdim. Bu da mənim ikinci bir düz xətdir. Məsələn, buna A düz xətti deyirəm, buna B düz xətti deyirəm. Burada, məsələn, əmələ gələn 90 dərəcə işarəsi bu düz xətlərin perpendikulyar düz xət olduğunu göstərir. Perpendikulyarlığın işarəsində biz bu qayda ilə göstərəcək. Yəni, əgər iki düz xət perpendikulyardırsa, bu qaydada göstəriləcək. Paralel düz xətlərdə olduğu kimi perpendikulyar düz xətlərin də qaydası odur ki, hər hansı bir düz xət xaricindəki nöqtədən bu düz xəttə bir və yalnız bir perpendikulyar düz xət endirmək olar. Perpendikulyar düz xət
endirmək olar. Düz xətt xaricindəki nöqtədən. Yenə də bir düz xətt çəkirəm. Bunun xaricində bir nöqtə götürürəm. Bu düz xətt xaricindəki nöqtədən bu düz xəttə mən yalnızca bir 90 dərəcə altında xətt çəkə bilirəm. Buradan bura bir 90 dərəcə altında çəkə bilirəm. Çünki digər xəttimi çəkəndə, məsələn, buradan bu tərəfə çəksəm, düzdürmü? Artıq 90 dərəcədən böyük olacaq. Və ya bu tərəfə çəksəm 90 dərəcədən kiçik olacaq. Yəni, yalnızca bir 90 dərəcə altında düz xətt endirmək olar. İndi isə sizinlə düz xəttlərin qarşılıqlı vəziyyətindən danışaq. Yəni, hansı hallar var? İki paralel düz xəttin üçüncü düz xəttlə kəsişməsindən alınan bucaqlar var. Buna aid çoxlu suallar var uşaqlar. Üçüncü düz xəttlə kəsişməsindən alınan bucaqlar. Hansılardır? İndi onlara baxacaq. Alınan bucaqlar. Deməli, ilk olaraq iki paralel düz xəttimi çəkirəm. Onların üçüncü düz xəttlə kəsişməsini çəkdim. Düzdürmü? Bu mənim A və B düz xəttim. Bu da onlarla kəsişən C düz xəttim. İndi burada əmələ gələn bucaqları adlandırıram. Bura deyirəm alfa, bura deyirəm beta, bura deyirəm gamma, burada deyirəm fi. Bura deyirəm M, bura deyirəm N, bura deyirəm K, bura deyirəm L. İndi burada hansı bucaqlar əmələ gəlir? Birinci, başlayırıq daxili bir tərəfli bucaqlar. Deməli, daxili bir tərəfli bucaqlar nədir? Adından bəlli olur ki, daxil nə deməkdir? Yəni, bu paralel düz xəttlərin arasındadır. Düzdürmü? Yəni, buna əzbərləməyə ehtiyac yoxdur. Məntiqini başa düşək. Daxili bir tərəfli bucaqlar nədir? Bu paralel düz xəttlərin arasındadır. Düzdürmü? Bir tərəfli dediyinə görə ya hər ikisi solda, ya da hər ikisi sağda olur. Yəni, bunlar oldu bizdə daxili bir tərəfli. Onda məndə daxili bir tərəfli nə olacaq? Fi və M, gamma və N. Deməli, necə oldu? Paralel düz xəttlərin arasında olur. Ya hər ikisi sağda, ya da hər ikisi solda. Bir tərəfli sözü olduğuna görə. Deməli, daxili bir tərəfli bucaqlar arasındakı əlaqə odur ki, bunların cəmi 180 dərəcədir. Yəni, fi üstəgəl M bərabər olacaq 180 dərəcəyə. Gamma və N də daxili bir tərəfli olduğuna görə onların cəmi də 180 dərəcəyə bərabər olmuş olacaq. İkinci olaraq danışırıq xarici bir tərəfli bucaqlar. Xarici bir tərəfli bucaqlar. Deməli, xarici bir tərəfli bucaqlar hansılardır? İndi isə buradan da məntiqimizə dəqiqə baxaq. İki dənə paralel düz xəttdən bunların arasında olan daxili bir tərəflidirsə, onda çöldə olan da xarici bir tərəfli olacaqdır. Yəni, bu xəttlərdən çöldə olanlardır. Hər ikisi ya solda, ya da ki, sağda olandır. Onda mən burada götürəcəm alfa və L, beta və K. Alfa ilə L, beta ilə də K. Bunlar nə oldu? Daxili yox, bir dəqiqə, xarici bir tərəfli bucaqlar. Və bunlar arasındakı əlaqə nədir? Bunların da cəmi 180 dərəcədir. Yəni, alfa üstəgəl L bərabərdir 180 dərəcəyə. Beta üstəgəl K bərabərdir 180 dərəcə. İndi isə daxili çarpaz bucaqlara baxaq uşaqlar. Daxili çarpaz bucaqlar hansıdır? Yenə də bu paralel düz xəttlərin arasına baxacağıq. Və çarpaz formada, yəni X formasında. Fi ilə N, gamma ilə də N. Deməli, necə deyirik burada? Daxili çarpaz bucaqlar. Deməli, daxili çarpaz bucaqlar hansılar oldu? Daxildə olur fi ilə N. Yazırıq ki, fi və N.
Qamma və M. Qamma və M daxili çarpaz bucaqlar oldu. Və bu daxili çarpaz bucaqlar arasındakı əlaqəmiz nədir? Bir-birinə bərabərdir. Yəni fi bərabərdir N-ə, qamma bərabərdir M-ə. Bir-birinə bərabərdir. Bir-birinə bərabər nə deməkdir? Yəni, əgər fi 60 dərəcədirsə, N də 60 dərəcədir. Qamma, tutaq ki, 120-dirsə, N də 120-dir. Yəni, bunu bu qayda ilə deyə bilərik. İndi isə xarici çarpaz bucaqlara baxaq. Xarici çarpaz. Xarici çarpaz bucaqlarda da eyni qayda ilə götürsək əgər, məsələn, xaricdədir, yəni paralel xətlərin arasında deyil, çöldə yerləşir. Məsələn, alfa ilə K, düzdürmü? Xarici çarpazdır. Beta ilə L, xarici çarpazdır. Onda mən yazıram ki, alfa və K, düzdürmü? Beta və L adlanır xarici çarpaz bucaqlar. Və xarici çarpaz bucaqlar arasındakı əlaqə odur ki, bunlar da bir-birinə bərabərdir. Ümumiyyətlə, yadınızda saxlayın ki, uşaqlar, çarpaz bucaqlar bir-birinə bərabərdir. İstir daxili olsun, istir xarici olsun. Bunlar bir-birinə bərabərdir. Yəni, alfa bərabər olur K-ya, beta da bərabər olur L-ə. Son olaraq sizinlə baxırıq uyğun bucaqlar. Uyğun bucaqlar nədir? Baxın, uşaqlar, bunun qaydasını belə yadda saxlayın. Bax, bir tərəfdə olurlar. Bax, bir tərəfdə olur. Biri çöldə, digəri içəridə olur. Digəri içəridə olur. Yəni, bunu belə yadda saxlayın. Bir tərəfdə olurlar, yəni ya sağdadılar, ya soldadılar. Biri çöldə olanda digəri içəridə olur və ya tərsinə. Biri içəridə, digəri çöldə. İndi baxaq bura. Uyğun bucaqlar. Dedik ki, bir tərəfdə olur. Bir tərəf nə deməkdir? Yəni, ya biz bura baxacaq sol tərəfə, ya da baxacaq sağ tərəfə. Düzdür? Biri içəridədir. Məsələn, birini çöldə götürsəm, digəri avtomatik içəridə olacaq. Məsələn, alfa ilə M. Düzdürmü? Sonra nəyə baxıram? Fi ilə L. Bir tərəfdə götürdük. Biri çöldə, biri içəridə. Biri içəridə, biri çöldə. Yenə də bir tərəflidir. Düzdürmü? Biri çöldədir, biri içəridə. Məsələn, beta ilə N. Sonra biri içəridə, digəri çöldə. Qamma ilə K. Onda biz necə yazırıq buradan? Alfa və M. Alfa və M. Sonra fi və L. Fi və L. Digər tərəfdən beta və N. Beta və N. Digər tərəfdən qamma və K. Deməli, bunlar nə oldu? Uyğun bucaqlar olmuş oldu. Uyğun bucaqlar arasındakı əlaqə nədir uşaqlar? Uyğun bucaqlar bir-birinə bərabərdir. Uyğun bucaqlar bir-birinə bərabərdir. Yəni, alfa bərabərdir M, fi bərabərdir L, beta bərabərdir N, qamma bərabərdir K. Yəni, uyğun bucaqlar bir-birinə bərabər olmuş olacaq. İndi isə uşaqlar, uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlara baxırıq. Bunlar nədir? İndi onlar haqqında danışaq. Ümumiyyətlə, yadınızda saxlayın ki, uşaqlar, uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqlar iki cür olur. İstir paralel olsun, istir perpendikulyar olsun. Fərqi yoxdur. Uyğun tərəfləri paralel olsun, ya da uyğun tərəfləri perpendikulyar olsun. Fərqi yoxdur. İki cür olur. Birinci bucaq, birinci növ bucağımız daha doğrusu eyni adlıdır. Deməli, eyni adlı bucaqlar nə deməkdir? Adından bəlli olduğu kimi bir-birinə eynidir. Yəni, bir-birinə bərabərdir. Düzdürmü? Yəni, bir bucağımız əgər iti bucaq olsa,
Digər bucağımız da avtomatik iti bucaq olacaq. Yəni alfa itidirsə, beta da iti bucaq olacaq. Məsələn, bunun uyğun tərəfləri paralel olan formasını da göstərək. Uyğun tərəfləri perpendikulyar olan. Məsələn, uyğun tərəfləri paralel nə deməkdir? Məsələn, mən buradan bir bucaq göstərdim. Düzdürmü? Bu mənim birinci bucaq. Buna dedim alfa. Digər tərəfdən ikinci bir bucağı çəkirəm. Buna da deyirəm beta. Məsələn, yazıram bura ki, A1, A2, B1, B2. Burada A1, A2'ye paraleldir. B1 də B2'ye paraleldir. Ona görə buna deyilir ki, uyğun tərəfləri paralel olan bucaqlar. Uyğun tərəfləri paralel olan bucaqlar nə oldu? İki cür oldu. Və ya perpendikulyar da ikisi də bir yerdə iki cür olur. Eyni adlı bucaqlar və müxtəlif adlı bucaqlar. İndi burada eyni adlı bucaqlar dedik ki, nədir? Bir-birinə bərabərdir. Bir-birinə bərabərdir. Bir-birinə bərabərdirsə, onda alfa bərabərdir beta olur. Yəni alfa əgər 40 dərəcə olsa, beta da 40 dərəcə olacaq. Alfa 50 dərəcə olsa, beta da 50 dərəcə olacaq və s. Bu oldu paralel. Yaxşı, bəs perpendikulyar olsa necə olacaq? Perpendikulyarın qaydası da belədir ki, yəni uyğun tərəflər, yəni heç olmasa bir tərəfi 90 dərəcə altında kəsirsin. Perpendikulyar da məsələn, bir tərəfi məsələn belə götürək, digər tərəfdən də gəlsin belə. Düzdürmü? Məsələn, burada bir 90 dərəcə altında kəsişib. Düzdürmü? Buna deyilir uyğun tərəfləri perpendikulyar olan bucaqlar. Alfa deyirəm, beta deyirəm. Yenə də alfa bərabərdir, beta olacaq. Niyə? Çünki eyni adlıdır. Eyni adlı bucaqlar nədir? Bir-birinə bərabərdir. Birinin dərəcəsi nə qədərdirsə, avtomatik digəri də onunla eyni olacaq. Sonra biz baxırıq müxtəlif adlı bucaqlar. Eyni adlını bildik ki, bunlar bir-birinə bərabərdir. Bəs müxtəlif adlıda necə olur? Müxtəlif adlı adından bəlli olduğu kimi, əgər bir bucağın iti bucağı olsa, avtomatik digər bucağın kör bucaq olacaq. Aha, yəni bunlar bir-birinə bərabər deyil. Onda bunlar arasındakı əlaqə odur ki, bunların cəmi 180 dərəcədir. İstir burada uyğun tərəfləri paralel olsun, istir uyğun tərəfləri perpendikulyar olsun. Müxtəlif adlı sözünü ki gördünüz, bilin ki bunların cəmi 180 dərəcədir. Yəni alfa üstəgəl beta bərabərdir 180 dərəcə olmuş olacaq. Şəkil necə göstərək? Məsələn, uyğun tərəfləri paralel. Paralel necə olacaq? Məsələn, mən bir bucağımı iti götürürəm. Tutaq ki, bura alfa iti bucaqdır. Digəri də ona uyğun olaraq bu qayda ilə göstərəcəm. Bura oldu beta, kör bucaq. Əgər, bax, hansı tərəflər paraleldir? Bu sarı ilə işarələdiyim tərəf, düzdürmü? Bu tərəfə paraleldir. Düzdür? Eyni qayda ilə mavi ilə işarələdiyim bu tərəf, digər bucağın bu tərəfinə paraleldir. Ona görə buna deyirlər uyğun tərəfləri paralel olan bucaqlar. Bəs perpendikulyar olsa necə olacaq? Perpendikulyar olsa, məsələn, şəkil hansı formada olacaq? Perpendikulyar olduğu zaman, məsələn, bir bucağım iti bucaqdır, düzdürmü? Digər bucağım da, məsələn, fərz eləyək ki, bu kör bucaqdır, sadəcə çox burada yer az olduğuna görə, məsələn, bunu belə fərz eləyək ki, bu kör bucaqdır, bu da iti bucaqdır. Hansı tərəflər perpendikulyardır? Məsələn, bu tərəflə bu tərəf perpendikulyardır, bura ilə də bura perpendikulyardır. Və müxtəlif adlı olduğuna görə hər birində cəm 180 dərəcədir. Yəni, burada da alfa ilə beta 180 dərəcədir. Burada da alfa ilə beta 180 dərəcə olmuş olacaq. Yəni, buna aid uşaqlar bəzən çaşır misalların həllində ki, uyğun tərəfləri paraleldə eyni adlı nədir, müxtəlif adlı nədir? Eyni adlı odur ki, bir-birinə bərabər, yəni bunu belə yadda saxlayın. Müxtəlif adlı da odur ki, cəmi 180 dərəcəyə bərabər olan bucaqlardır. Son olaraq, həndəsənin əsas anlayışlarının, belə deyək, ballı qaymağı əsas hissəsinə gəldik.
bəzi düsturlarımız var ki, bunlar şəkillər üzərindədir ki, həndəsəni bu şəkillərsiz təsəvvür etmək mümkün deyil uşaqlar. Yəni bunları mütləq öyrənməlisiniz. Birinci şəklimiz M şəkillidir. Mən buna M deyirəm. Bolt reklamı kimi bir girdi araya. Deməli, bura alfa deyirik, bura beta deyirik, bura X deyirik. Düzdürmü? Bura A, burada B. Uşaqlar, burada A, B-yə paraleldir və alfa ilə betanın cəmi bizə X-i verməlidir. Yəni, sağdakıların cəmi bərabərdir soldakına. Düzdürmü? Yaxşı, bunu bildik. Yəni, alfa ilə betanı toplayırıq, X-in cavabını alırıq. Bunu başa düşdük. İkinci şəkil ona oxşardır. Sadəcə bu biraz çox başlıdır. Məsələn, bunu belə göstərək. Bura alfa deyirəm, bura beta deyirəm, burada gamma deyirəm. Bura X deyirəm, burada Y deyirəm. Buradakı məntiqdə eyni qayda ilə, məsələn, A, B-yə paraleldirsə, yenə də sağdakıların cəmi bərabərdir soldakıların cəminə. Yəni, sən burada alfanı, betanı və gammanı toplasan, yəni alfa üstəgəl beta, üstəgəl gammanı toplasan. Bu bərabər olacaq X ilə Y-in cəminə. Və salam. Ola bilər ki, sizə hamısını verir, birini vermir. Bunu bu qayda ilə tapa bilərsiniz. Yəni, alfa, beta və gammanın cəmi X ilə Y-ə bərabərdir. Ya da bunu bu qayda ilə yadda saxlayın ki, sağdakıların cəmi birinci şəkildə bərabərdir soldakına. İkinci şəkil üçün əgər çoxbaşlı versə, sağdakıların cəmi soldakıların cəminə bərabər olmuş olacaq. Sonra, üçüncü şəklimiz necədir? Üçüncü şəkil raketə oxşayan bir şəkildir. Sadəcə bu biraz... Deməli, şəkil belədir ki, əgər bura alfa, bura beta, bura X olarsa, X bərabərdir alfa üstəgəl beta. Yəni, bu ortadakını almaq üçün beta və alfanı toplamalıyam. Yaxşı. Növbəti şəklimiz belə bir şəkildir. Çox qəşəng çəkdim. Nəysə, silirəm, aşağıdan çəkəcəm. Növbəti şəklimiz belə bir şəkildir. İndi mən bunu alındırmağa çalışım. Bura alfa deyirəm, bura beta deyirəm, burada gamma deyirəm. Burada qayda belədir ki, üçünün də cəmi 360 dərəcəyə bərabər olmalıdır. Yəni, ta ki, buranı sizə versə 110 dərəcə, buranı versə 120 dərəcə, deyir ki, buranı tap. X, düzdürmü? Necə eləyəcəksiniz? Yazarıq ki, buradan həlli 110 dərəcə, üstəgəl 120 dərəcə, üstəgəl X bərabərdir 360 dərəcə, 230 dərəcə, üstəgəl X bərabərdir 360 dərəcə, X də bərabərdir 360 çıx 230. Yəni, X bərabərdir 130 dərəcə. Yəni, bunu da bu qayda ilə tapmış olduq. Sonra, növbəti şəklimiz kökə oxşayan bir şəkildir. Kök dediyim bu. Baxın, uşaqlar, şəkil bu qaydadadır. Deməli, əgər buradakına mən alfa desəm, bura bir X desəm, bura bir beta desəm, X bərabərdir alfa plus beta çıxılsın 180 dərəcə olacaq. İndi mən şəklimə aid bir misal nümunəsi yazmaq istəyirəm ki, məsələn, bura X-dir, bura deyirəm 120 dərəcə, bura deyirəm 110 dərəcə. X bərabərdir 120 ilə 110-u toplayacağım, çıxacağım ondan 180 dərəcəni. Bu eləyir 230 dərəcə çıx 180 dərəcə. 230-dan da 180 çıxanda mənə 50 dərəcə verir. Yəni, buradakı bucağın dərəcə ölçüsü 50 dərəcə olmuş oldu. Sonra, növbəti şəklimiz neçəncidir bu? 5-ci. 5-ci şəklimiz belə bir şəkildir. Belə bir şəkildir. Bura deyirəm X, bura deyirəm alfa, burada deyirəm beta.
Düzdürmü? Mən x-i tapmaq üçün yazıram x bərabərdir alfa minus beta düsturu ilə hesablayacağım. İndi mən buraya bir dənə misal yazsam. Ta ki buradan bura. Belə bir şəkildir. Bura deyirəm x. Bura deyirəm 150 dərəcə. Burada deyirəm 80 dərəcə. Düzdür? Və ya tərsinə uşaqlar. Məsələn, buranı verəcək. Buranı verəcək 50 dərəcə. Deyəcək buranı tap. Fərqi yoxdur. Yazıram ki 50 dərəcə bərabərdir. X çıxılsın 80. Yəni, ucdakını tapmaq üçün çöldəkindən içəridəkini çıxırıq. Ucdakını tapmaq üçün çöldən içərini çıxırıq. Onda mən buradan 80'i keçirsəm digər tərəfə, olacaq 50 plus 80 bərabərdir x-ə. 130 dərəcə bərabərdir x. Yəni, x-in dərəcə ölçüsü oldu 130 dərəcə. Yəni, hökmən deyil, ancaq ucdakı ədədi tapmaq. Ola bilər ki, ucdakını verir, çöldəkini istəyir. Ya da çöldəki ilə ucdakini verir, təpədəkini istəyir. Yəni, bunu bu qayda ilə də tapa bilərsiniz. Sonuncu şəklimiz, uşaqlar sizinlə 6-cı şəklimiz belə olacaq ki, tutaq ki, sizə hər hansı bir bucaq verilib. Bu bucağın təpəsindən bir tənbölən çəkilib. Və ixtiyari bir xət gəlib, bu bucaqdan keçirilib, düzdürmü? İndi mən bunu necə adlandıracağım? Buradakı bucağa bir alfa desəm, buradakı bucağa bir x desəm və buradakı bucağa da bir beta desəm, bunun qaydası odur ki, x bərabərdir alfa plus beta bölünsün 2 düsturu ilə hesablanacaq. Deməli, necə oldu? Alfa plus beta bölünsün 2 düsturu ilə hesablanacaq. Məsələn, bura olsa 60, bura olsa məsələn 100 dərəcə, x-i tapmaq üçün x bərabərdir 100 dərəcə plus 60 dərəcə böl 2 yazacağım. Yəni 160 bölünsün 2 bərabərdir 80 dərəcə olmuş olacaq. Yəni buna aid də misal nümunəsi işlədik. Müəllim, indi deyəcəksiniz ki, yuxarıdakılara aid niyə nümunə işləmədik? Yaxşı, belə deyək. Məsələn, buranı versə əgər 30, buranı versə 40, x-i tapmaq üçün x bərabərdir 30 plus 40-dan alıram ki 70 dərəcə. Məsələn, bu qədər rahat. Məsələn, buranı versə ki, bura 20 dərəcədir, bura 50 dərəcədir, burada 30 dərəcədir. Buranı verib 40, düzdürmü? Sənə deyir ki, x-i tap. Biz dedik ki, x üstəgəl y alfa plus beta plus gammaya bərabərdir. X-in yoxdur. Y-in 40-dır. Alfan 20-dir. Betan 50-dir. Gamman da 30-dur. X plus 40 bərabərdir 100 dərəcəyə. X bərabərdir 60 dərəcəyə. X nəyə bərabər oldu? 60. Yəni, bunu bu qayda ilə hesablayacaqsınız. Bəs burayı necə nümunə deyə bilərik? Məsələn, sizə şəkildə belə verə bilər ki, məsələn, buna aid bir şəklimizi təzədən çəkək. Məsələn, buranı verəcək 150 dərəcə. Buranı verəcək 3K. Buranı da verəcək, məsələn, neçə deyək bura? 2K deyək. Düzdür? Necə olacaq? 3K plus 2K bərabərdir 150 dərəcəyə. 5K bərabərdir 150 dərəcədirsə, K bərabərdir 30 dərəcə olur. Onda gətirib burada K-nı yerinə qoysam, bu olacaq 3 vur 30 bərabərdir 90 dərəcə. Bu olacaq 2 vurulsun 30 bərabərdir 60 dərəcə. Yəni bunlara aid hər birində nümunə işlədik. Dərsimiz bu qədər uşaqlar. İnşallah başa düşüləcək bir tərzdə izah eləmişəm. Kimə də nə aydın olmasa, təkrar baxın. Qaranlıq qalan hissələr sizə tam aydın olsun. Sağ olun. Gələn izahlarda görüşənədək.